Bugünkü qonağımız Kia Sorento 2023-cü il. Tacın boltu ancaq Hyundai Kia'dadır. Hyundai Kia'da, bəli. Başqa heç bir markada yoxdur. Nədir o? Tacın boltu nədir? Onu bir dənə göstər. Nə olan şeydir o? Sürücü nə hiss edir? Bu 150 getdi artıq 23. Xeyr, bu avtomobil... Bu heç birinci yağ dəyişməyə gəlməməlidir hələ. Mən olsam, öz avtomobilim deyil bu. Mən bunu 50 minə düşürüb dəyişmərəm. Mən buna original deyirlər, bilmirəm. Hə, yox, əgər həqiqətən Orijinaldır, orijinal deyirlər, orijinal deyirlər, orijinaldır. Harda istehsal olunur? Anon zavodu harda? İndi fərq eləmir. Yəni bunun şeyi yoxdur, mənbəyini bizə göstərə bilən tərəf yox. Bir də ona görə Mercedes-in öz yağını aldım. Hardan gəlir yağ? Çünki Kenan nə edir? Çin balı satır. Bəli. Bilmirəm nə qədər pul alıb onu yiyəsindən. Xeyr, qardaş. Amma yəni mən 50 mində bunu eləməzdim. 50 min getmiş maşını onu yeləsin. İndi bir dəqiqədə mən deyirəm istirahət etmək. Original deyilən yağ yoxdur. Çünki bəzən Mehdus da deyir ki, o tacın boltuna görə sürücüyə nələrsə aldırırlar, nə bilim transmisiya dəyişdirirlər, deyirlər ki, plan, bublik, belə şeylər deyənlər var, amma bu avtomobillərdə yenə deyirəm, problemsiz avtomobillərdir, problemsiz alıb sürə bilərsiniz. Yəni ona görə də bu 600 nə qədər pul edir? Yox, mən demək istəmirəm, sonra deyərəm. Sürücülər bizə yazırlar ki, bu transmisiyada tacın boltu deyilən bir şey var. Bəzi modellərdə Mehdus da deyir ki, o tacın boltu mütləq sıxılmalıdır. Amma o siyahını mən əzbərdə saxlaya bilmirəm, hansılarda olur, hansılarda olmur. Amma maraqlısı odur ki, biz 1 ilin, 2 ilin avtomobilində, indi bu arkada gördüyünüz Kia Sorento 2023-cü ildir. Artıq o tacın boltu məsələsinə görə açıb düzüblər bura. İndi nə inirlər, nə eş görürlər bilmirəm, amma həm də Mehdusdan istəyirəm ki, ümumi hansı avtomobillərdə tacın boltu var, onu bilək və bütün sürücülər özünə düşən payı götürsünlər. Xoş gördük Mehdus da. Salam Raqib bəy, xoş gəlmisiniz. Kənan bəy, xoş gəlmisiniz. Xoş gördük. Salamlayıram bizim Masterclass dinləyicilərimizi, izləyicilərimizi. Bugünkü qonağımız Kia Sorento 2023-cü il 1.6 hibrid 6 MF1 6 pillə sadə sürətlər qutusudur. Sadədir. Sadə, bəli, 6 pillə sadə. Avtomobilin ilinin yeni olmağına baxmayaraq, avtomobil yeni nəsil. Hansı ki, mən efirdə tərifləyirəm ki, bunların dizel mühərrikləri, bu kuzaların dizel mühərrikləri DSG, yəni Dual Class 2 muftalı sürətlər qutusu gəlir. Amma 1.6 hibridlər və hətta bazarından asılı olmayaraq, fərq eləmir. Koreya, Amerika bazarı olsun, fərq eləmir. 1.6 hibridlər sadə 6 pillə sürətlər qutusu gəlir. Ümumi cavab vermək olar mı? Hansı ümumiyyətlə bütün mövcud olan avtomobillərin içində? Hyundai Kia avtomobillərində. Tacın boltu ancaq Hyundai Kia'dadır. Başqa heç bir markada yoxdur. Belə deyim, misal üçün Hyundai Kia'nın sürətlər qutusu Jeepin üzərində gəlir. Jeep Dodge olmalıdır, səhvləmirəmsə, həmin 6 pillə sürətlər qutusu onun üzərində gəlir. Hətta Sanqiyon var. Çinin bir avtomobili Sanqiyon, bəli. Sanqiyon da üzərində gəlir 6 pillə Hyundai Kia'nın sürətlər qutusu. Ancaq 6 pillələrə aid. Bəli, ancaq 6 pillələrə aiddir və mühərrikindən və bazarından asılı olmayaraq. Misal üçün 1.8 Hyundai Elantra götürək, Amerika bazarı üçün buraxılmış avtomobil olsun, 1.6 servis avtomobili olsun. Fərq eləmir. Elantranın dizel olsun, Koreya olsun, 1.6, 1.7 sadə avtomat olsun. Sorentolar, Grandeolar, Kia Optimalar, nə bilim, Sonatalar, 6 pillələr. Hamısında var o. 6 pillələr. Nədir o? Tacın boltu nədir? Onu bir dənə göstər. Nə olan şeydir o? Tacın boltu, adı da var, qəşəng. Tac budur. Dünya taclarından, çünki Koronaya bənzəyir də tacdır. Tac budur və bunun boltları da budur. Görürsünüz. Bu boltlar boşalır. Baxın, daha yaxın düşə bilərsiniz. Baxın, bu Raqib bəy, bu hissəyə yerləşir. Və əlamət kimi necə üzə çıxır o? Yəni titrəmə verir, yoxsa səs edir? Xeyr, heç bir şey verir. Deyirsən ki, müəyyən vaxtdan bir bunu eləməlisən. Üzr istəyirəm. Bax, bu hissəyə yerləşir, görürsünüz. Boltlar bu hissəyə bağlanır. Biz bunu tam sökmüşük, təmir üçün, həm də izahlı göstərirəm. Bu boltlar boşalır. Bu boltlar boşaldığı halda, görürsünüz, bax, bu hissəyə bir paket friksiyon yığılır. Sürücü nə hiss edir? Sürücü bu da nə hiss edir? Dizel avtomobillərdə tacın boltları boşaldığı halda avtomobil 3-dən 2-yə, 2-dən 1-ə pilləni geri salanda diskomfort atma verir. Vurma kimi. Bəli, vurmalar verir. Diskomfort vurmalar verir. Bu artıq xəbərlər tacın boltları boşalır. Bəs neçə mindən bir? 150 mindən bir. Hər filtr dəyişdirəndə. Bu 150 getdi artıq 23 min. Xeyr, bu avtomobil tacın boltları üçün yaxınlaşmır bizim yanımıza. Bu avtomobilin 50 minə yaxın yürüşü var kilometrajdan. 50 minə yaxın yürüşü sadəcə sürətlər qutusunun qidra blokunda yüngülvari, az atmalar var idi. Sadəcə bu avtomobilin sahibi bunu belə deyir, öz kefindən dediyi qədər sürətlər qutusunu endir, filtrini dəyişək, tacın boltlarını sıxaq. Təmizlə. İndi avtomobilin sahibi deyir ki, qardaş, bunu belə eləyək, mənim ürəyimcə olsun və mən rahat yedim sürə bilim də. Çünki avtomobil ehtiyac var idi indi tacın boltunu sıxmağa. 50 mində xeyr. Yox. Xeyr, sadəcə sürətlər qutusunun filtrini dəyişiləndə bu şəkildə biz deyirik ki, sürət qutusunun filtri sadələrdə 150 mində, ikinci yağ dəyişməlidir. Üzr istəyirəm. Bu heç birinci yağ dəyişməyə gəlməməlidir hələ.
Gidrablok buna deyirik. Beyin. Bəli. Xüsusiyyətlər loril desək, beyin. Xüsusiyyətlər qutusunun mexaniki beyni. Bəli. Bax, xüsusiyyətlər qutusunun gidrablokunda, yəni avtomobil sürəndə 1-dən 2-yə, 2-dən 3-ə və 3-dən 2-yə bu avtomobildə çox az halda, bir 10% deyərəm, diskomfort var idi. Və avtomobilin də sahibi elə bir adamdır, çox həssasdır. Bəlkə çox aqressiv sürüb, yəni çox tez də. Xeyr, yəni deyirəm, problem sayılmır bu, qardaş. Bu avtomobilin sahibi özü deyir ki, qardaş, mən istəyirəm, özünün də anlayışı var, tacın boltu nədir, hətta sürətlər qutusunun yağın səviyyəsinə hardan baxılır, onu da özü bilir. Yəni, belə deyək də, avtomobilə qarşı biraz həssasdır. İstəyir ki, qardaş, deyir, mən bunu istəyirəm ki, elə yağını dəyişmək istəyirəm birinci dəfədir. İstəyirəm, qardaş, filtrdən bərabər dəyişəm, filtrdə baxın. Amma normalda yağ dəyişməyə 70-80 mində gəlmirlər, sadələrdə. Mən olsam, öz avtomobilim deyil bu, mən bunu 50 minə düşürüb dəyişmərəm. Hətta onu deyirəm, biz 50 mində dəyişmirik. Qardaş, misal üçün, siz yaxınlaşsınız ki, özə zavod qoyduğudur. Özə istehsalçı, bu da biz zavod, yəni istehsalçı, bu təzə filtrdir, baxın. Həm də qışırtmaq istəyirəm, yəni kağızdır. Görürsünüz, bax, içərisi kağızdır. Yəni o dəyişilir. Bəli, və ancaq bu firmadan istifadə etmək lazımdır. Məsləhət görürəm müştərilərə. Yəni buna original deyirlər, bilmirəm nə qədər originaldır. Bizim bazar üçün A klass malı sayılır. Hə, yox, əgər həqiqətən original, yəni orijinal deyirlər, orijinaldır. Harda istehsal olunur? Koreydə istehsal olunur. Koreydə harda? Hanı zavodu hardadır? İndi məsələ nədir? Mən istehsalçı gəlir, bazarda bugünkü günü bizim bazarda orijinal hesab edilir. Yox, məsələ nədir? Biz həmişə onu deyirik ki, biri var ki, misal üçün də filtrin adı var. Bilirsən ki, misal üçün bu MAN filtrdir. Məsələn, istehsalçının bir də var ki, yox, nə üçün deyirəm? Yağda da eyni şeydir. Adam deyir ki, mənə Hyundai'nin öz yağını alıram. Deyirəm ki, Hyundai'nin öz yağı anlayışı yoxdur. Hyundai onu bəlkə də sifariş edir, misal üçün bardağı, məsəl üçün deyirəm də. Tutaq ki, Nissan bardağı edir sifarişi. Deyir ki, bunu doldur, üstünü yaz Nissan. Bəli. Sən də deyirsən ki, qardaş, Hyundai'nin öz yağı anlayışı yoxdur, onu da kimsə doldurub. İndi bu da onun kimi bu filtri hansı bir firma verib, üstündə də yazıb onu. Zəif elədi də. Ay sağ. Məsələ odur da. Yəni bizim mənim həmişə davam odur ki, zəif elədi. Yəni mən indi desəm ki, məni bunun zavoduna apar, o zavod yoxdur. Məsələ nədir? Apara bilməyəcək. Məsələ nədir? Onsuz da sizin sürdüyünüz avtomobil var, onun üstündə gələn Alman istehsal olan Mercedes sürətlər qutusuda, düzdür, jipi. Bəli. Onun tam orijinal filtri adlandırıb gedirsən, deyirəm, qardaş, mən orijinal filtr verək, təsəvvür uçana yaxınlaşıram. O da cəla Mopardır. Hə, Mopar istifadə edə bilərsən. Amma Mopar, yəni Mopar harda dolub, harda onu istehsal edib gətirib, onu biz bilmirik. Bizim bazar üçün belə deyim də, yəni orijinal sayılır və iş prinsipini yerinə yetirir, müştəriyə belə deyək də, avtomobildə bir problem yaratmırsa, bax, indi məsələ nədədir? Bunun bir markaya ad, yəni bu bir marka adı deyil də, yəni bu orijinal ihtiyac adlandırılır. Amma markada deyil. Bu bir markaya bağlı olmadığına görə bunu Məmməddə gətirə bilər, Əlidə gətirə bilər, Tofiqdə gətirə bilər. Kim hardan istəyir gətirəcək? Harda da istəsə gedib misal Çində deyəcək ki, vur üstünə gətir. Fərq eləmir. Yəni bunun şeyi yoxdur. Mənbəyini bizə göstərə bilən tərəf yoxdur. Ümumiyyətlə bütün filtrlər belə ola bilər. Yox, marka adı daşıyan məsuliyyəti var. Məsələn, sən deyirsən ki, mən MAN qoydum, dağıldı. Ay MAN-ın nümayəndəliyi cavab ver məsələn də. Bunu kim cavab verəcək? Heç kim. Bura necə deyirlər? Azərbaycanda. Hə, ona görə deyirəm ki, ehtiyatlı olun bu məsələlərdə. Yəni bu orijinaldır. Bir də girirəm Mercedes-in öz yağını aldım. Hardan gəlir bu yağ? Raqib bəy, ən çox bilsən hansı avtomobillərdə mənə sual verilir? Bax, bu sürətlər qutusunda Hyundai Kia'nın SP4 dopskulu olan sürətlər qutusunun mayesi var, yağı. Göy elektrik qavda olur. Gələn deyir, qardaş, bununla dəyişsən. Deyirəm, qardaş, bunun orijinalı istehsalçı. Mən onu bilirəm ki, həqiqətən də onun istehsal orijinalı servisdə onun satışı 38 manatdır. Və Kənan bəyin dükanı var, Kənan bəy onu satır 18-20 manata. Ola bilməz də bu yəni. Deyirəm, ola bilməz. Kənan biznesini gördünüz, ələ verdik. Çünki Kənan nə edir? Çin malı satır. Bəli, Kənan nə edir? Çin malı satır. Çin malı satır. Çin malı satır. Mümkün. İndi yaxşı, Məhdusa, bu boyda həngamə nə düzmüsünüz bura? Bunlar nədir? Bu sürətlər qutusunun içərisidir. Bax, sürətlər qutusu tam. Müştərinin, bu belə deyək də, istəyi ilə sökülür, bir-bir yuyulur, təmizlənir. Görürsünüz, necə yuyub təmizləyirəm. Bir-bir yuyulmalı bir şey var idi ki burada. Bəli, sürətlər qutusunun mayesi birinci dəfədə açılır. 50 minə yaxın avtomobilin yürüyüşü var və mütləqdir ki, bu yuyulsun, təmizlənsin, tərtəmiz. Çünki sürətlər qutusunun mayesini dəyişəndə adam pul verir və iş tələb edir, düzdür? Yəni işi belə görürlər də, ay mən açım bunu yalandan belə üzdən bir dənə açım. O baxmısan TikTokda qabağımda çıxır, açır bir dənə yerdə kardonun üstünə bir dənə belə yuyur, təmizləyir. Tulkaydan da belə bildiniz nə demək istəyirəm. Belə iş görmürlər axı. Bax səliqəli göl kimi yuyulur. Benzinlə yuyursunuz bunu? Bəli, benzinlə yuyulur. Hətta avtomobil var ki, 92 liraya götürmür, 95 də istifadə edirik. Ha, yəni 95-dən daha. 95-dən daha. Üstünə petrol tritmentə qarışdır, daha təmiz olsun. Bax, sürətlər qutusu tam şəkildə yuyulur, bax bu şəkildə səliqəli və ondan sonra yığılır. Çünki iş budur. Məsələn, bir müştəri olaraq, siz gəlmişsiniz, düzdür Raqib bəy? Bir var mən yerdə bir kardon qoyum, yum təmizləyim, bir də var belə. Sizin ürəyiniz necə açılar, misal üçün?
Müştəri pul verir də, düzdür? Ona görə də işini tələb eləyir də biz düzgün iş görməliyik. Yəni hərçənd ki, Mehdus da birinci dəfədir ki, bir işi tərifləyir. Yəni də bir transmissiyanı açıb və tərifləyir ki, bu yaxşıdır. Bəli. Bilmirəm nə qədər pul alıb onun yiyəsindən, Xeyr, qardaş. Hər nədirsə özünüz bilərsiniz. Bax, yəni də deyirəm, amma yəni mən 50 mində bunu eləməzdim. Yəni deyirəm, öz avtomobilimdir. Siz usta işləyirsiniz və mənim bu sahədən anlayışım var. Və mən yaxınlaşardım, mənim anlayışım var. Deyərdim ki, qardaş, ehtiyac yoxdur, 100 mindən sonra eləyərik. Sadəcə bu adam niyə görə bunu eləyir? Yenə də deyirəm. Sürətlər qutusu həm həssasdır, həm də ki, çox az bir halda diskomfort var və bu avtomobilin sahibindən deyib ki, qidroblok dəyişilməlidir və mən avtomobili qidroblokunu çıxartdım və avtomobilin sahibinə hətta bir gözlədim, dedim qardaş, gəlin, qidrobloku dəyişməyə ehtiyac yoxdur. Beyin aldırırdılar artıq adama. Bəli, o qidroblokun bugünkü gündə bazarda qiyməti qardaş 2500 manatdır və tapılmır da. 50 min getmiş maşını o niyə eləsin ki? İndi bir dəqiqədə mən deyirəm sizə Raqib bəy. Və dedim qardaş, ehtiyac yoxdur. Sürətlər qutusunun mayyəsini dəyişirik. Filtrini dəyişirik, tacın boltlarını yoxlayıram, yuyuram, təmizləyirəm və mən adaptasiya edirəm. Sizin avtomobil işləyir və sizin pulunuz qalır cibinizdə. Dedi qardaş, mən gedəsiydim başqasının yanında o 3000, 4000 verəncəyə elə bunun yağını, filtrini dəyişib, bu işləri görək. Mən də gedim arxaya maşınımı sürüm ki, mənim maşınım. Həm yağı indi 10 min tez 10 min gec dəyişmiş olur. Həm də bilim ki, nə vaxt dəyişməliyəm. Mən bu avtomobili dediyindən sonra bəlkə deyir Allah qardaş ömür versin, bir 15 il sürmək fikri var. Təzə avtomobildir. Və nə hətta bildirmək istəyirəm. Baxın Raqib bəy, avtomobilin 50 min, 45-50 min aralığında bazarda dəyəri var və sürətlər qutusunun mayyəsini bu şəkildə düşürülüb dəyişmək, yumaq, təmizləmək, sürətlər qutusunun 8 litr SP4 yağından istifadə olunur, filtri, salnikləri dəyişilir, yuyulur, təmizlənir, adaptasiya daxil bu avtomobilin 700 manat, 650-700 manat aralığında bir xərci çıxır. Alpinlə dəyişirsiniz? Alpindən istifadə olunur və avtomobilin sahibi başqa bir yağ demişdi mənə. Dedim qardaş, yox, ondan istifadə eləmirik. O da maraqlıdır. Yəni məsəl üçün Mehdus da deyir ki, mən Alpindən başqa yağa belə deyə zəmanət vermirəm məsələn. 50 min və 50 mində avtomobilin sahibini. Amma başqa usta da deyir ki, məsəl üçün yox, mən ancaq nə bilim filan yağla. İndi o bilmirəm ustanın özünün o yağa olan sevgisidir ya xeyr. Təcrübədən baxıb ki, bununla dəyişmişəm, problem yaşamamışam, bilmirəm. Avtomobilin sahibinə dedim ki, istəyirsinizsə, orijinal o mən dediyim yağ var ha. Dedim ondan ala bilərsiniz. 38. Orijinal deyilən yağ yoxdur. Dedim onu 38 manatdır. Dedim ondan sonra gələk Alpindən istifadə eləyək. Gedin qardaş 50 min sürün və imkanınız var 2 yağ dəyişmədən bir, 3 yağ dəyişmədən bir. Yəni avtomobili saxlayıb bir qardaş hələ mən bunu bir 10 il sürmək istəyirəm və avtomobili çox sürərəm. Ona görə yəni hibrid almışam. Yəni sərfiyyat komforta belə deyək. Və növbəti 50-də gələcək yoxsa daha gec? Xeyr, növbəti 50 mində, 50 mində. Sürətlər qutusuna filtrini dəyişməyəcəyik, yalnız mayyəsi dəyişiləcək və 3-cü yağ dəyişmədə sürətlər qutusu yenə bu şəkildə enməlidir, filtr dəyişilməlidir, yəni tacın boltu sıxılmalıdır. Bu aidiyyəti yoxdur. Avtomobil hibrid olmaya da bilər. Dizel, benzin, yəni bütün marka modellərə aidiyyəti var. Çünki bəzən Mehdus da deyir ki, o tacın boltuna görə yəni bunu bilməyib, sürücüyə nələrsə aldırırlar, nə bilim, transmissiya dəyişdirirlər, deyirlər ki, beyin, falan, bublik, belə şeylər deyənlər var. Amma məhz bu altı pillələrdə məsələ bu var. Yəni bu bir növ bir texniki baxış kimi bunu nəzərə almalıdır. Altı pillə bu tip kimlərdə varsa, Mehdus adladı da o modelləri. Və onlar onu səssiz, səmirsiz o yürüşdən bir gətirib onu... 150 mində bir dəyişilməlidir. Sürətlər qutusu sıxılmalıdır, sürətlər qutusunun mayyəsi filtrdən bərabər dəyişilməlidir. Bu avtomobillərdə, yenə deyirəm, problemsiz avtomobillərdir. Bazarından asılı olmayaraq fərq eləmir. Amerika və Koreya bazarı 1.6 hibridlər hər iki bazarda da... Yetər ki, dual clutch robot olmasın. Bəli, dual clutch olmasın, sadə sürətlər qutusu 6 pillə. Problemi salıb sürə bilərsiniz. Əla, xeyirli olsun. Biz yəni bax belə nümunələr də var. Əslində mən həm də tacın boltunu istəyirdim daha çox ki, hansı modellərdə var. Çünki efirə suallar gələndə hər dəfə Mehdus da deyir, mənim də yadımda qalmır açığı da. Məsələn, kimsə deyən kimi ən azı Hyundai və ya Kia söhbəti gələndə deyirəm bir dənə dəqiqləşdirim Mehdusdan ki, tacın boltu var ya yoxdur. Amma indi onu ümumi belə deyir ki, 6 pillə olan, sadə 6 pilləli bütün Hyundai Kialarda əsasən. Tacın boltları olur, 8 pillələrdə olmur. Sürücü belə baxanda anlamayacaq onu yəqin ki. Sürətlər qutusunu aşağıdan baxsın falan. Avtomobilin elin markası, modelinin mühərrikini deyəndə mən onu deyirəm ki, 6 pillədir, 8 pillədir. Hə, yəni 6 pillədirsə ondan bilsin. Amma belə başını qaldırdım, maşını qaldırdım. Xeyr, onu bilən deyil. Sürücü onu bilməz. Bax ona görə istəyirik ki, onu da biləsiniz ki, yəni onu bilsə Kənan bilə bilər. Kənan da indi yetişdiririk də yavaş-yavaş, yetişdiririk ki, yavaş-yavaş öyrənir. Gələcəkdə süni intellekt və Kənan. Seçə öyrənir də yavaş-yavaş. Videolara baxa-baxa sürətlər qutusunu yığmağı öyrənir. Ancaq bunlar işləyəcəklər. Kənan yığa bilərsən bunu. O qədər burada ehtiyacları var. Heç sən bunu deyirsən, girəcək YouTube-a. Mehdus da qiyməti qaldırmaq üçün. O qiyməti qaldırmaq üçün qəsdən belə düzür bura ki, sürücü düz görürsən, bunun misal üçün də bir dənə bu düzgün bununla qarışsa. Hərənin öz bazarı var. Hə də deyəcək, bax qardaş, bir dənə bununla bu qarışsa, sənə də qutardı getdi. Yəni mən bunlar bir-bir beynimdə saxlamalıyam, nə hardadır bilməliyəm. Yəni ona görə də bu 600 nə qədər pul dedi də, 600. Yox, siz necə deyirsiniz efirdə? Nəyi? Mən efirdə işləyirəm bura. Mən otururam, suallara cavab verirəm. Ay qardaş,
Mən demək istəmirəm, sonra deyərəm. Deyə kişi, problem yoxdur, de gəlsin, onsa kəsəcəyik. Belə, xeyirli olsun həm sahibinə, həm də bax bu belə məqamlar üçün. Dedik ki, sürücülərin xəbəri olsun. İndi təbii ki, kimisə sualı olanda orada şərh bölümünə yazır, bəzən Mehdus da girib oradan cavab verə bilir, bilmir. Biz deyirik ki, nömrəni götürüb özünə WhatsApp-a yazın. Bəli. Ən rahatı olar, o da uyğun olan kimi təbii ki, elə WhatsApp-dan cavab verəcək. Kimə sürətlər qutusu baxımından nə lazım olsa, hansı avtomobillərdə, marka modellərdə, hansı növ sürətlər qutusu gəlir, pillələri məsləhətdir, məsləhət deyil, sizi hansı yürüşdə sürətlər qutusunun mahiyyəsi dəyişilməlidir və sizi gələcəkdə nə gözləyir, kimə nə lazım olsa, buyurun, qulluğunuzdayıq, çox sağ olun, var olun. Əsas odur ki, problem olmadan bunu biləsiniz. Sağ olun, növbəti çəkilişdə görüşərik. Çox sağ olun, siz sağ olun.